Demək olar bu gün Xartın videolarına baxacağıq. Xart təəssüf ki, artıq deyəsən dağılıb ya da 2 nəfər qalıblar səhv eləmirəmsə. Amma biz onların yenə də biraz köhnədən 4 nəfər, 3 nəfər olduqları vaxtlardakı olan videolarına baxacağıq. Ümid edirəm sevərsiniz. Xartın Instagram səhifəsini və TikTok səhifəsini açıqlamalar qismində görə bilərsiniz. Girək, görərlər nə tər şeylər çəkiblər. Ay bacı, onu boş ver. Görəsən bu ərəfələrdə oğlanlar nə fikirləşir, nə Az həqiqi, görən ondan nə danışırlar? Görəsən mənə maraqlıdır. Bir dəqiqə bu söhbətləri nədə olaram? Bu çox Yəqin ki, maraqlıdır. maşın zad ya da futbol. Ay nə bilim eyvallah. Hey, vallah. Ola nə varlar? Sənə 200.000 versəm. Olar. 200 minə hər şey qəbul edirsən. Sən öndürüm. Qəbul edilməyəcək olan bir insan tanımıram. Qız o şun qırmızı ayaqqabını aldın. Niyə balam bəs ağalacaq? Bilmirəm. Niyə Ayağın ayağın xoş qoyur? gəlir? Kimi çağırmısan? Frəngiz olar balam bax. Salam. Bacı. Gəl. Bu nə çağırmısan? Ay qız Mən bununla danışıram. Necəsən bacışqa? sağ olsa. Niyə olur ki aramızda nə problem var ki? Sən mənə gözsüzdürsən. Şimdi bax bura. Ha, baha satır. Qardaşım, O baha satan deyil. adam. İllər- Ha, baha satır deyirəm sənə. Sifariş vermisən yeməkdə. Ya İlqar olar. İlqar demişdi ki gələcəm. Qardaş zəhləm gedir. Oğlum, Amma bu nedir? Bu nedir? Sən qardaşımın keyf, Sağ ol Cəlal. sağlığın bırak, sən də tərsən. Nə var, nə yox? Neysən qardaşım? Bir fərq olmadı axı elə bir ki. Çay olsa yaxşı olardı. Sən də istəyirəm. Yaxşı. Nə bilim valla bilmirəm amma özün bax gör də Nizat o maşın sənə deyirəm bahadır yəni. Baha da olsa yenə sənə gələr. Saçlar. Normalda bunun tam əksi olmalı deyildi belə pis çıxmasa. Hə, oğlanlar indi ta tez dostlaşır mənasını mı gətirməyə çıxarırlar buradan? Tam o məna ilə gətirib çıxardırlar. Prosta mən şey fikirləşirdim də, məsəl üçün də, məsələn qızlar məsələn sevmədiyi birini görəndə yenə də yan vermirlər də şey eləyirlər. Yan vermir başqa məna gəlir. Nə istəsə söz istifadə edirlər orada. Məsələn qızlar sevmədiyi bir padruqalarını görəndə, öz padruqalarını görəndə çox da şey sevmədiklərini bəlli eləmirlər də. Prosta oğlanlar çox bəlli eləyirlər. Ay izdir bu kimi mən gətirib kimi reaksiya verirlər. Elə bir şey gözləyirdim mən deyil olmadan. Nənəmin telefonun işığını çox aldıram. Qadanan bir telefona bax da, telefon lenti yanıb deyəsən, işıq gəlmir telefona. Lentiyan. Ha, ver görüm aynana. Ver yine ne oldu? Al. Texnologiya, aytişnik, hacker, qırmızı şapkalı hacker. Yaxşı, indi cavabı 20 manat özünü xərclə. Kəş nənəmiz olsaydı belə hisslər biz də yaşasaydık. Saatın gecə olmasına baxmayaraq ailə ilə TV izləyirik. Tərəfəm bəlkə fərq eləməz. Keşke siz de beni anlayabilseniz. Bütün sıkıntılarınızı dinleyeceğim söz. Bunun üst toplantıyı bitirelim. Ortaklarınızı bekletmeyelim. Uşaq rol roman oynasa daha yaxşı olardı. Bazıda o Hangi yüzden. yetkili? Boy baxın. Ama bu hadisə misəllə bax yaşadırdı. Bu televizorun altında hadi çocuklar uykuya yazırdı ya. Onda belə onda başını tər axırdı. Şimdi mənə deyəcəklər get yatsan baxma. Get bala, get uşaqlarla oyna gələrsən. Çox oynamayın, uzağa da getməyin, yaxşı? Uzağa getməyin ha. Baxacağam Aynadan. aynadan. Davay get. Mama mən düşürəm də uşaqlarla qartop oynamağa. Oy süper. Evdəki hamı qıtqası deyildi. Şo bala, gedə bilərsən. Mama tərpənə bilmirəm mən. Yox, soyuq deyər birdən, vızqırt davay, vızqırt davay. Vızqırt davay yazdı. Davay, davay, 2 dənə qartof. Sən bilirsən, bunun səbəbi var ha, açıq aydın səbəbi bilirsən nədir? Qardaşım, sən gedəcəksən, xəstə olacaqsan, evə gələcəksən, sən dərdin yan anan çəkəcək. Ona görə işin qarantiyaya alır da. Atiyə bax. Normalde videolar tam axırına baxıram, yaxşı ki bunun axırına baxıram. Hop, Güldən Evdə sən heç qırmısan. Mən qırmaq istəmirdim. Quyruğum dəydi, ona görə qırıldı. Üz üstümdə təkrarlanmayacaq. Bir də olması, yoxsa həyatda Yo, saxlayacaq. hep pisdə, həyatda tək qalım, heç eləyə bilmirəm. Nə olar mənə üzürürsən? Bir də şeydə, olar uşağı yalayım. Olmaz. Məşə, Güldən sən qırmısan. Az gül dalı. Yo, mən gül dalı qırmamışam. Sən qırmısan. Ya belə rək mən qırmışam, sonra... Olmaz. Qırmaq olmaz. Ataram səni həyətə. Puh, mən elə həyətə çıxmaq istəyirəm. Mən dəli sənə qapını bütün güdmürəm ki, həyətə çıxım. Bir də o uşağı məndən uzaq tut, gəlir mən quyruğunu razım tapıram. Miau, biləm. Nasıl bir? Başa düşdün? İndi ağırlı dedim mən yemək. Çünki bilirsiniz niyə? İtlər onlar sahibi olduğunuzu bilir. Amma pişiklər onların sizin sahibi ol.
Bir də bir şey arkadaşı qara adapterin yox qədər balacadır. Və hətta mən də ona baxdım, məsələn deyirəm. Yəqin başqa şey zatka qoymaq üçün. İndiki sevgi. Ben Lüfer ayrıldım hemen bəs deyil. Xandan ayrıldım ki, sən sevə bilmirsən. Ev değildi köhnə kişilər. Necə sahiblənirdilər, necə sevirdilər. Düz demirəm bacı. Ay qız, hə, mən babamla nənəmin sevgisini görərdin sən. And ol Allaha. Bu kişi arvadsız bayra çıxmırdı. O qədər çox sevirdi. Vallahi indi nə bilim, kişilər o deyil. O vaxtın sevgisinə çata bilmir. Hə? Sən bilmirsən mən Dovşan qanı çay içirəm. Gedim mən ağ çay gətirim. Allah öldü. Qıracam, bunun bayağı da qıracam bunun. Hirazədən bir dənə videosu var idi. Bilmirəm qabağda çıxıb yoxsa yox. Sevgi deyir ki, bu sevgi deyil, aşağısı sevgi. Nəysə də başa düşürsən hansı videonu deyirəm. O video yoxsa deyil mi? Söyüş qızlar və futbol olmasa oğlanların dialoqu. Liverpool çipi 5. Liverpool 3 1-5. Liverpool 3-1 mi lan? Kaça videoda bayağı da kaça geldi. Ay qız, bir dəqiqə siz niyə danışmırsınız? Neyse bazı yeri döndü danışalım. Bacı danışmaq istəmirəm. Ay bacı, biz danışın, nə olubdu? Danış görün. Ay qız, mən ondan danışmıyorum. O ifritə ilə danışmayacağam mən. O Bir də yüzü. sənsən. Ay qız, bir dəqiqə deyəndə nə olubdu? Bu ifritə, o bak qanır içdiyim o şərəfsiz. Aysel'in toyunda mən qara giymişdim, ha qara paltar zərri. Getdi, imində boy ondan aldı yo. Mən bilmirdim sən onu giyinəsən. Sən giyinsən bir olsa mən almışam. An barışmayacağam. Ay qız, barışasınız, mənlik deyil. Yox, mənlik deyil, barışasınız. Sən bir dənə söz deyim, yəni araların dəyməsi çox məncə ideal bir səbəbdir də. Sen mənim qara paltar. Ay qız, ay qız. Ama bir şey sorsun Sen Yusuf'la niye danışmıyorsun? Ay bro, uzun söhbət nə olur, başqa vaxt danışarıq. Danış da nə indi? Normal danış biraz. Ay yaxşı, nə oldu? Bir dənə danışın da. Mən sənə normal danışıram. Asiterəndə nə var nə yox. Ay gör nə vaxtın kinliliyin saxlayırsan sən. Fərqi var nə vaxtın, qardaşım. Nə çıxacaq? Bu deyim də, bu dümbələk məndən oxuyacaq. Mələk də varsa. Dümbələk var sanki deyirəm. 8-də oxuyuruq bura o vaxtı. Məhlə-məhliyə futbol oynayırdı. Bu da məndən biri oxuyur axı bu. Nəsə məhlə-məhliyə futbol oynayırıq bura. Gezmişəm qapıya, bu da sağlı toplandı. Ha deyirəm ki, ver vurum da, bu boş qapıdır. Vermə daha vurmağa. Ay bura çolaqdır çünki niyə biri vura bilməyəcəkdi olsa vurdum da. Ay 26 yaşımız var ya. Ha vurdu. Ay sərvan saxlama. Nə olsun sən mən qapıya vurdum. Ay mən o yandırmır. Bura top söhbət deyil burada. Gol deyil. Gol uduzmuşuq bitirik. 40 qəpik mən cibindən verəcəm. Xeyir olsun. Biltrik kola nə vaxt 40 qəpik olub? Heç yadımda deyil. Bu arada 1900-cü illərdən söhbət gedirəm. Mən yadımdadır ki, yarım litrliyinin 40 qəpik olduğu vaxtlar yadımdadır. İndi 1 manat 10 qəpik olub. Zibirə qalsın. Bu nə də var? Mama şəpti tutarsın. Küçük sən nəsə demişəm çölə çıxanda zibillər at, hə? Ay mama ataram da nasıl olur? Atmırsan ax küçük. Oy zübül. Oy zübül. Oy zübül. Ay qoçlar! Oğlum mən öldürürlər, qaldırırlar, vurun məni. Kimlər qaldırdı? Ay qoçlar! Ay mama heç nə eləmədi, mən tutdum elə. Görməyim, bu cür öldürəcək mən. Biraz ki onu etdiyin gün gücləndiyin yox, zəiflədiyin bir uza bilərsən. Çox qəşəng yorum idi bu arada, həqiqətən qəşəng yorum idi. Allahın qızlara məsləhət. Leyla sən yenə danışsan oğlanla. Ay yaxşı da. Hə? Mən sənə demədim, saçma başıma yaraşanı tap, özbə yaraşanı tap, ona da adama da oxşamır. Bir cüssəsi qamətli bir oğlan tap, vəkil tap, mühafizə rəisi tap, bir dövlət işində işləyən adam tap, ailə... Allah çox real deyil, danışdıqlar, həqiqətən çox realda danışdıqlar. Yəni bir ana qızına yəni belə şeylər deyirdir böyük ehtimal. Bizə yaraşsın, adımıza sanımıza yaraşan bir adam tap. Anaların evləndiyi adam. Снимаем, тут разрешаем. Финляндия минирует границу с РФ. Реальная опасность. Oy zibir. Oy zibir. Ay sən bir söz deyim. Bir sənə nəzəri dostum. Əslində onlar elədikləri səhvi qızların eləməməsi üçün çalışırlar. Amma böyük ehtimal onlar da eləyəcəklər. Görün bu. Ota da konar, ataların övladını evləndirmə səbəbi. Sən ağarsan. Bu güzel nədir? O nədir? Buna da. Onu ağarsan. Yubileydi. Bu yubiley. 4000-ci toydu ki mən dəvət olum. Ay bildim nə O gün kostyumla getmişdim. Camaat elə bilir ki mən tamadıyam. 4000 dənə toya getmişəm mən səhnələrə. İndi mən nə ağarı? Ay otur. Vay bir dəqiqə gözlə ya. 4000-dən sən 4000-dən tanışın var həyatında. Oy zibi. 4000. Hərəsə 100 manatdan versə, 400.000 manat pul eləyir. Allah mədələsən sən belə. 5 yaşım var, niyə evlənmirsən ki? Mən də çağırım camaatı, kreditlər buradadır, ödəyib. 5 yaş? Hayatım mən evlənmək istəmirəm. Mən dəfə demişəm. Nədən evlənmək istəmirsən, hə? 100 manatdan 4000 toya hesabla bir dənə. Qız tapırsan.
Təcili surət. Yoxdur qız, mən istədiyim qız yoxdur. Ayətlər yoxdur. Pişik var, Məstan. Bizim pişik. Ay heyvan deyil o, pişikdir, pişik. Ay olsun nələr pişik, nə olacaq? Fərqi nə ki? Ay Məstan. Ay Məstan nədir, ay ata? Ay sən pişikdir o. 4000 dənə toy keçsərim mən də belə olardı böyük ehtimal. Bu şey haqqında çox da danışmaq istəmirəm çünki o birisi videolarımda uzun-uzun çox danışmışam da. Yəni bu haqqda fikirlərimi bilirsiniz. Tələsməyə ehtiyac yoxdur. Yəni tanımaq, evlənmək lazımdır buna görə. O 45 yaşındadır da. 45 yaşına qədər qalmaq, nə bilmirəm. Bəlkə də həyatını yaşamaq istəyirlər. O təfəssüratən yazıb ki, evlənmək yaxşı şeydir 25-27 yaş arası. 25-27 biraz tezdir bu arada. 25-27 yaş arası, nə bilim ola. 25-27. Mənim ki hardasa 22 yaşım var. Məsələn 3 ildən sonra evlənəcəm mən. 1000 dəfə demişəm ki, paltarlarını burada səpələmə. Mən sənin balın deyiləm. Üzr istəyirəm həyatım, çox üzr istəyirəm. Qoyaram da. Zivləri atmırsan yenə, hə? Yadımdan çıxıb həyatım. Sən yadından çıxır hər şey. Urfan bu zivilləri at, tez ol. Yaxşı oldu həyatım, ver boş verin, ver. Həyatım üzr istəyirəm, əlimdən sürüşdü, dəydi. 1000 dəfə demişəm ki, bu qapıları vurma, başım ağrıyır. Bildim həyatım, bildim, üzr Qadın niyə bu qədər əsəbidir? Nə belə əsəbi ömür törpüsüdə bildim bununla yaşamaq olar. istəyirəm də. Ay həyatım, gəl buna bax bir dənə. Gəl bir Nəyə dənə bax. baxsan ki? Ah! Ay! Sən ayağın niyə oradaydı ki deyəcək bax. Aa, yaralı ayağım idi, əzilən ayağım idi. Baba. İnsan orqanizması elədir də, nəsə deyən kimi risk ağrıyır. Nə? Deyirəm qlobal istiləşmədir, ona görə ağrıyır yəqin. Həyatım ayağım əzmirsən, nə qlobal istiləşmə. Antarktidada da sular əriyir. Yəqin ona görə ağrıyır. Afrikada uşaqlar da ac deyə. Həyatım sarıma deyilsən, ayağım əzmirsən. Bir dənə üzr istəyərsən, üzr, şo. İnsan çox yerdə əzilə bilir. Əzmək yəni sözlə də əzilir. Əgər əzilsə nə olacaq? O çox problem bir şeydir, həqiqətən deyirəm. Üzr istəmək bu qədər çətin bir şey olmamalıdır. Yəni qarşılıqlı əgər bu üzr istəmə söhbəti rahat bir şəkildə olmasa, orada həqiqətən çox problemlər yaşayacaq. Yalansa kişilər üzr istəyir, suyun üzərinə quru çıxmaq üçün söz-söhbət çıxarırlar. Abi sən öz həyatındakı oğlana bütün insanlara aid eləməyin. Nə istəfə deyəcəm? Genəlləmə eləməyin. Həqiqətən deyirəm, ümumiləşdirib danışmayın heç bir şeyi. Mən niyə olsam mən də üzr istəyərəm. Yəni üzr istəmək çox. Anamın qardaşım döyəndə sıranın mənə çatmaq qorxusu. Sən deməmişəm küçük bu naskilər hara gəldi. Amma yaxşıdır. Dizdirim o corabları sənə. Dizdirim. Sənə deməmişəm bir söz. Zırdana. Get dərs oxu, dərs oxu. Sən nə edirsən burada? Küçük. Üzvü. Qablar yoya Üzvü. Müəllimin də zəng eləmişdi. Üzvü. Dedi ki, Ramal dərslərini yaxşı oxuyur. Bəs bu yerdəki zibillərdir? Allah Hilal video girən kimi ayrı bir hava qatırdan Hilal. Sən ol deyirəm də yəni o izləyir. Çox sonra videoda ilk də xoşuma gəldi. Allah Real da 4-ün vurdu, gördün? Ha, bura qaşam olmuş. Nuş olsun mənim balalarıma. Su gətirdim sizə. İçin. Çox sağ ol. Sağ olun. O dadlıydı yemək. Abi, çox sağ ol, çox qəşəng. Bəy dostum bəyəndi yeməyi. Hə, bəyəndim. Sağ ol. Çəkin birindən sənə yeməyi. Allah qorxma da, istəyirsənsə denən birində. Tanır, can, başıma Varsa dönərəm, bir çəkərəm. dənə. Utan belə şey, çəkim sən Ha, bir çox dənə. qəşəngdir, bir dənəsini yeyim. Nə deyirsən? Nəsə? Ad yalavatsan nəsə? Yox, nə acıqladım, yemək bulsun. Hayır. Mən nə vaxtasan yetim doyuzduracam. Abi, istəyirəm, nə var da, atam da var, qardaşım görmən, değil mi? Hə? Nə qədəşim sən bu ad yalavat... Bəstərim gələcək! Ay, yavaş boşun. Hə? Sən abi bir yemək. Mən yetim doyuzduracam. Abi bir təşrif et, bir qap yemək. Utanmır ha, bu utanmazlığa bax ki, mənə deyir bilmir. Deyir mənə bir get qazan. Rəddol bayrağı. Görürsən belə bir hadisə həqiqətən real ola bilər. Prosta hamının ağlını keçir də, yəni artıq bir əlavə qab istəyəndə beynində belə sönər dövrür ki, görürsən həqiqətən belə şey olacaq. Rəddol bayrağı. Köpək. Sənin bu abırsızdır bu dostum. Mənə deyir bir qab da ver. Gör nə qədər qudurub bu. Bir qab da qoyun başımı dağıdam sənin. Bir qab da istəyir məndən. Tam bir qab da istəyirəm. Bəlkə də belə də bilirsən də, bəziləri həqiqətən də beyninin içində belə bir şey yaşayırlar. Görüşər ya. Bu oğlan kimdir o? Hoş gəlmisiniz Zakir. Bu oğlan deyil, geydir. Mənim dostum Alikdir. Yadına da danışırdım. Elə yaxşı ki gəlmisən Zakir. Tanış eləyəcəm sizi. Gəlin süfrəyə. Gəl. Gəl, çay qoymuşam. Yeganə mən bir gedim çörək alım gəlirəm. Niyə gizlədirsən ki məndən? Hə? Bəs, yeganə görəcək bir dəqiqə qalıb. Sən yeganə nəriymişsən. Soğucuddur. Niyə sakitdir? Günlərimiz bir keçdi səndən. Ha, niyə bəs mən? Soğucuddur. Mən işte. Bəs mən deyib evdə deyiləm. Hə? Sakit, yeganə bir dəqiqə işləyəcək qansalacaq. Alik, bəs də Alik. Bəs mən deyib evdə deyiləm. Bəs mənə deyib evdə deyiləm. Alik, bəs də Alik. Hə, mən qan salaram. Alik, telefon. Mənim yazdım. Yeganə. Yeganə.
O video haqqında çox da bir fikir bildirmək istəmirəm. Atların evdə dayırım. Ata salam. Salam ata. Ay uşaqlar temalı qururlar. Ata salam. Ata məni niyə saymırsan? Məni bu zonrada maşın vurdu, getdim düşdüm ələt yoluna. Kənd cəmaatı məni xilas elədi canımı. 2 ildir yoxam, mən maraqlan da məndən. Ay əynimdəki paltarları mən qonşunun uşaqlarından geyinirəm. Mən də sənin övladına leylələr gətirməyib mənə. Ay ata, nə olar mənə sahib çıx. 1 manat olsun vermirsən mənə. Ata, nə olar cavab ver də mənə. Mən də övladımam mən sənin. Mən də övladıram. Hə, kövrəldi, 5 ildir, 10 ildir mən ölürəm. Söz temiz olaş nəsə kövrəl. Kövrəldi. Hə, ata. Qızım. Qızım hani, Arfan qızım hardadır mən? Təxmin eləmişdim. Bütün oğlanlar niyə qız uşağı istəyirlər? Həqiqətən mən çatmır. Görürsən niyə? Çox maraqlıdır. Mən də qız uşağı istəyirəm. Prosta həqiqətən səbəbini bilmirəm. Hadi Ceyhun dur da. Hadi Ceyhun. Ha, dur da biabır olduq zaman. Saat 11'e qalıb 5 dəqiqə. 11'də orada olmadık. 5 dəqiqə mümkündür. Ay mən hazıramdır, səni gözləyirəm. Dur da hörmətin, mərifətin qanacağın olsun. Hay dədə. Hadi mən hazıram. Onda mən 10 dəqiqə vaxt verməm bir dənə tez. Olmaz ya, mən yatıram. Yox da hara yatsa yerimi yığıram axı onsuz. Yox, gedirəm. Yerimi yığıram mən. Ay bala. Abi indi söhbət eləmir. Hazır olanda mən. Abi doğuşdan yüklənir sizə. Vallahi kaş bizdə də olardı belə şey. Ev halınızdan çıxmaq istəyirsə, yəni problem yoxdur, yəni çox bəzənməyə falan ehtiyacınız yoxdursa, yəni minirsə də yəni. Nəysə, bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Gələcəkdə görüşmək üzrə, sağ olun.